Demək sual 6 deyirsən, eləmi? 6-dan əvvələ kimsə sualı varmı? Fatimə, 6-cı sual yetərincə rahat bir sualdır. Yəni, sənə bir müstəvi veribdə müəyyən bir hissə, görürsən mi? Kəsilmiş bir hissə. Burada deyir ki, A düz xəttinə aid deyil nöqtələrdən istənilsə. Ümumilikdə burada saysaq 7 dənə nöqtə var. Bu nöqtələrin 3 dənəsi Y, P və M A düz xəttin üzərindədir. Yəni, A düz xəttinə aiddir. Amma 4 dənəsi S, D, Y və K A düz xəttinə aid deyil. Düz xəttə aid deyil o deməkdir ki, nöqtə düz xəttin üzərində olmasın. Aydın olmadan deyil bizə? Oldu mənim. Fatimə, buyur, eşidirəm səni. 17-yə qədər sual. Ümumiyyətlə, kimin sual varsa desin, 17-yə qədər. 10 müəllim. 10 müəllim. 10 müəllim. 10. Tamam, eşitdim. Niyə onu deyənlər çox olur ki, onun sualı nə var ki, belə? Sual 10. 10-cu sualda, baxın, bizə bucağı verir. A, O, B bucağı və bir dənə OS şüası ilə bölünür. Bir də baxaq, A, O, B bucağı OS şüası ilə bölünür. S, O, B bucağı, yəni bu bucağın qiyməti 30 dərəcədir. Və deyir ki, OS şüası A, O, B bucağının təmbölənidir. Təmbölən o deməkdir ki, həmin şüa bucağı 2 bərabər hissəyə bölünür. Yəni, A, O, B bucağın 2 bərabər hissəyə bölünür. 30-dursa, onda burada 30-dur. Bizdən istəyir A, O, B bucağı təbii ki, nə qədərdir? 60 dərəcə. 60. Belə bir sual. Fatimə, mən sualı eşitmək istəyirəm səndə. 9-cu sualı işləmisənmi? Xeyr, mən 9 işləməmişim. Sən niyə sual vermirdin ki? Mən o tərəfə baxdım ki, 9 indi işləməmişim, onu görməmişdim. 9-cu sualda A, B, O, D və C-ni verirdi. Ümumilikdə bu bir açıq bucaqdır. A, O, B bucağı nə qədərdir? 180 dərəcə. 180 dərəcə. Burada bir dənə B, O, D bucağı var. Bax, bu işarəni qoy. Fatih, mikrofonu bağlama, mən sənə danışıram. Səsini bağlamayım. Hə, yəni qarşılıqlı danışaraq görürsən necə işləyirsən bunları. B, O, D. Görürsənmi Fatimə? Bax, bu nəyi göstərir? Bax, bu işarə. Eşitirəm səni. Bax, A, O, B bucağı açıq bucaqdır. Nə qədərdir? 180 dərəcədir. Üzərində 2 dənə şüa var. O, S şüası, O, D şüası. Bu OD şüası burada bir bucaq alır. Bax, bu bucağın qiyməti nə qədərdir Fatimə? D, O, B bucağının qiyməti. Deyim müəllim. 90 dərəcə. Uşaqlar, mikrofonu bir açıb danışacaqsınız. Heç narahat olmayın. Mən eşitmək istəyirəm Fatiməni. Fatimə nə qədərdir? 90 dərəcə. Sesin yarısı. Bu göstərir perpendikulyar işarəsi. Yəni, bucaq nə qədərdir burada? 90 dərəcə. Tamam. Sənə deyir ki, şərtə baxsanmı? A, O, S şüası daha sonra bucağı. S, O, D bucağına bərabər. Yəni, bunlar bir-birinə bərabərdir. Əgər bu 90-dırsa, Fatimə, bu tərəfdə nə qədər qalıbdır? 90. Axı, cəmi 180-dir. Və bu bərabər bölünür. 45 və 45. Problem var bura qədər. Deyir ki, bucaq S, O, B-ni tap. S, O, B bucağı Fatimə hansıdır? Bax, S, O, B. Bax, səndən bu bucağı istəyir. İndi bu bucağın qiyməti Fatimə nə qədərdir? 90 ilə 45 toplayırıq mənim. 45 plus 90. 135. Aydın olmadı Fatimə? Oldu mənim. Sadə bir sual, amma sualların üstündən keçmə Fatimə. Uşaqlar, buyurun, sual verin. 14-ə baxa bilərim müəllim. Mənim 11. 11-ə. Amma 11-ə mən 11-ci sualın eyni olan 10-cu sualına biraz əvvəl baxdıq. 11-ci sualda bizə A, O, B bucağını verir, görürsünüz. A, O, B.
bir OS şüası ilə bölünür. Və OS şüası AB bucağının təmbirəni, yəni bu neyir? Yarıya bölür. Əgər COB bucağı bura 25 desə, bura neçə? Ora da 25 müəllim. 25. Bura da 25. AOB, yəni 50. 50 deməli. Mən sual eşitdim məsələn. 14 dedilər müəllim deyəsən. 13 müəllim məndə. 13 Mən və 14 14 eyni sualdır. Hamısı mikrofon açıq saxla. Açıq mən. 13-cü suala baxırıq. 13 və 14 eyni sual. Python bağlaya bilərsən hələ ki, mikrofon hələ ki. 13 və 14 eyni suallardır. Bax, 13-cü sualda düz xətti verib. Üzərində M, Y və N nöqtəsini verib. Görürsən? M, Y, N. Bəli. Deyir ki, M-Y məsafəsi, bax buradan vurulan məsafə, N-Y məsafəsinin 3 dəfə kiçikdir. Yəni, bura x-dirsə, bura nə qədərdir? 3x. 3x. Və N-dən Y-yə olan məsafə 24. Qara, bura 24 isə bura neçədir? 8. 3 dəfə bundan kiçikdir də. Sana deyir ki, M-dən N-ə məsafə nə qədərdir? 8 və 24, 32. 32. Nə sualdır? E variant müəllim. Gəlin, baxaq 14-cü suala. Abi, 14 işlənməmsən? Mənim işləmişəm, amma səhvdir. Nədə işləmsən də görün mənə. Mənim şeydə, orada AC parçasının CB-dən 3 dəfə kiçikdir. Şeydir, AC 5 santim olarsa AB-ni tapın. A-dan B-yədir, orada mənim səhvli eləmişəm. Baxırsan, Hafiz. AB Tamam, bir parçadır. Bu parçanın üzərində bir dənə C nöqtəsi var. Və deyir ki, A-dan C-yə olan məsafə C-dən B-yə olan məsafədən 3 dəfə kiçikdir. Bura x-dirsə, bura 3x-dən 3 dəfə böyükdür. Əgər A-dan C-yə məsafə 5-dirsə, onda C-dən B-yə məsafə nə qədərdir? 15. Onda müəllim 3-ü 5-ə bölək də 15. 15 müəllim. 15. Onda A-dan B məsafə kişi nə qədərdir? 20. Buna sual ki, siz bunu işləməyəsiniz. Mən işləmişdim mən. Aydın olmadı. Mən də işləmişdim. Oldu müəllim. Sual, buyurun. 21 müəllim. 20. 20. Bir dəqiqə bunu paylaşım etməliyəm. Neçəyə baxaq? 21. 20. 20-dən əvvəl sual yoxdur ki. Hafiz, sənin sualın yoxdur 20-dən əvvələ? Mənim 17. Mənim var 17. 17. 17-ci sualda deyir, fərqi 80 olan qonşu bucaqları tapın. Bax, düşün. Burada qonşu bucaqlar var. Ya bir belə düşünə bilərsən. Bəli, bu qonşu bucaqların fərqi 80-dir. Bunun biri x-dirsə, o birisi y-dir. Bu x ilə y-in fərqi 80-dir. X plus. Çıxına 80 qalır. Bəs x plus y neçədir? 180. 180. Tərəf toplasan, onlar 2x, y-lər onun silah olunur, bərabər 260. Onda x də bərabər neçəyə? 130-a. Ya, x 130-dursa, onda bura qalır 50. 50. Ya da belə yaza bilərsən, ikinci halına. Fərqi 180-dirsə, onda bunların biri x-dir, başlayın. Fərqi 80-dirsə, bucaqlardan biri x-dirsə, digəri x plus 80. Və bu bucaqların cəmi 180-dir. 180-ə bərabər. 2x bərabərdir 100, x bərabərdir 50. Aha, bu olacaq 50, bu olacaq 130. İndi fikir sənəkidə. Hansı listədən gedə bilərsən? Buyur. Davam edin.
Müəllim, mən 20-ni yazmamışam. 21. Bir dəqiqə. Neçə? 21. Bir dedilər müəllim. 21 və 20 eşitdim deyəsən, eləmi? Bəli, müəllim. Bəli, 20-21 dedilər. 20-ci suala Hafiz. İşləmisənmi sual 20-ni? Bəli. Nə etmisən burada? Müəllim, burada deyir ki, şeydir. 9 dəfə böyük, qonşu bucaqların biri digərindən 9 dəfə böyük olan bu bucaqları tapın da müəllim. Olarsa bu bucaqları tapın deyir. X-dirsə, yəni biri, o birisi də 9x-dir. Ondan sonra x ilə 9x-i Tamam, toplamışam. kifayətdir. Əgər bu bucaqlar qonşu bucaqlardırsa, çəkdik. Biri digərindən 9 dəfə böyükdür. Bucaqlardan biri x-dirsə, digəri 9x-dir. Və həmin bucaqların cəmi 180. 180. Yəni 10x 180-dir, yəni x-in qiyməti 18. Onda biri Bəli, müəllim. 18-dir, biri 9-dan 8-ə vurmalıyıq müəllim. 162-dir. 162. Oldu? Davam Bəli, edelim. müəllim. Buyurun, sual. Mən 21 baxarım. 23. 21 eyni sualdır, amma yenə də yazaq. 20-ci sualda deyir ki, qonşu bucaqlardan biri digərinə 8 dəfə kiçikdir. O, Dəniz, sənin sualın var idi, dedim birinə x, birinə 8, birinə x deyək. Bir digərinə 8 dəfə böyükdürsə, buna x deyərəm, onda böyüyə 8x deyərəm. Yenə digərinə 8 dəfə böyük olur. Və bunların cəmi yenə nə qədərdir? 180. 9 180 x olacaq 20. Onda biri 20-dir, biri nə qədərdir? 160. 160. 160. Buyurun, davam edək. 22. 24. 24. 23. 22-ci suala baxacağıq. Mikrofonu açıq salsın Davud. Davud, sual 22-ni işləmisənmi? Bəli. Mən 22-ni. Hə, bağlı. 22-ni yox mənim. 22-ni yox. Hə. Müəllim, mən istəmişəm. 22-ci sual. Deyirəm, mən istəmişəm Davud müəllim. danışacaq, Davud. Lələşova, sənə gələcək. Davud, 22-ci sualda nəyə görməmsən də görüm mən. Oxu görüm sualı. Uyğun tərəfləri perpendikulyar olan iki bucaqların biri digərindən 17 dəfə kiçikdir. Kiçik bucağı tapın. Biz uyğun tərəfi paralel və ya perpendikulyar olan bucaq haqqında fikir söyləmişdik. Nə idi o? Mənim 180-ə bərabərdir. Demişdik ki, uyğun tərəfi paraleldir və ya perpendikulyardır, fərq etmir. İki halla qarşılaşırıq. Ya eyni adlı bucaqlar, Ya da müxtəlif ya Müxtəlif müxtəlif adlı. adlı eyni bucaqlar. bucaqlarda Bax, Mənim eyni adlıda ikinci eyni. çəkdiyim eyni adlıdır. Yəni alfa bir-birinə Mənim bərabər. müxtəlif İti kör. alfa beta. Amma birinci çəkdiyim müxtəlif adlıdır. Biri alfa-dırsa, biri beta-dırsa. Mən biri kördür, biri bunların cəmi 180. Aydın olmadı. Bəli. Biri kör olur, biri iti müxtəlifdir. Bilmədim. Mən bir də təkrar edərsən. Uyğun tərəfi paraleldir və ya uyğun tərəfi perpendikulyardır. Bu fərq etmir. İki hal var. Ya eyni adlı, iti, Müxtəlif. kör. Yəni, ola bir-birinə bərabərdir. Ya müxtəlif adlı, biri iti, biri kör. Onda onların cəmi 180. Aydın olmadı. Bəli, mənim. Aydındır mənim. Və sənə deyirsən, bucağın biri o birisindən 17 dəfə kiçikdir. Onda bunlar bir-birinə bərabər Deyil. deyil. Onda bucağın biri x-dirsə, onda digəri 17x-dir. Digər mənim 17x-dir. Oldu 18x mənim. Güləşdir. Biri 10'dur, biri 170. 18 mənim. Biri 10'dur, biri 170. Nə istəyirsən? biri 170 mən. Bəli, mənim. Problem var? Xeyr, mənim. Bilmədik. Başa düşdüm mənim. Var, danışın. Ciddi uşaq.
Hə, buyur. Nə deyirsiniz? Neçəyə baxaq? 24. 24-cü suala baxaq. 26 deyəcəm, 24-ə baxaq onda. 24-cü sual. Bizə açıq bucağı verib və açıq bucaq iki şüalə bölünmüşdür. Alfa, beta, Beta. gamma. 3 dənə bucaq yaranır. Aydın məsələdir ki, alfanın, betanın və gammanın cəmi nə qədərdir? 180. 180. Niyə? 180. Açıq bucaqdır da, 180. düzdürmü? Və şərtdə Bəli. sənə deyibdi ki, alfa ilə gammanın cəmi betaya bərabərdir. Yəni, bu alfa ilə bu betanın cəmi elə sənə nə başlayın? Bu alfa ilə gammanın cəmi sənə nə verəcəklər? Beta. Bir də plus ortada nə var? Beta. Cəmi 180. Bir də diqqətlə baxın. Alfanın, betanın və gammanın bunun üçün cəmi nə qədərdir? 180. Açıq bucaq baxar. Və şərtdə Müəllim, sənə 5 veribdik. əlində toplayanda 2 betdə Aha, eləyirsə, Beşər. 180 də bölünür 2-yə 90. 90 dərəcə və sonra. Bizə deyir ki, alfa ilə betanın cəmi qammaya bərabər. Yəni, bu alfa plus beta bir dənə qamma verir. Alfa plus qamma bir dənə beta verir. Orada yenə də bir dənə beta var. Cəmi 180. 2 beta 180, beta olacaq 90. Bəli. Biz də beta 90. Nəsə. Olmaz mı? Var mənim. Getdik. Sual. Oldu müəllim. 27 mənim. 26-27 sual. 26-ya baxaq. %26-cı sualda düzbucaqlı üst bucağı düzbucaqlını verir. Düz bucağı daha doğrusu. A, B, S. Düz bucaq iki hissəyə bölünür. Alfa və beta. Burada alfa və betanın cəmi nə qədərdir? 90. 90. Bəs yaxşı. Alfa minus betanın cəmi nə qədərdir? Daha 10 fərqi nə müəllim. qədərdir? 10 Baş müəllim. şərtlə. 10. Biz deyirik ki, yəni bizim bildiyimizə görə, bizim gördüyümüz alfa və betanın cəmi nə qədərdir? 90. Niyə? 90. Fatimə? Çünki Düz düz bucaqla bucaqdır. 90 dərəcədə. Və şərtdə veribdir ki, alfa ilə betanın cəmi 10. Bir dənə tənlər sistemi aldıqmı? Tərəf-tərəfə toplayaqmı? Beta'da islah olunurmu? Müsbət və mənfi də. 2 alfa 100, alfa bərabərdir 50. Alfa 50-dirsə, beta 40. Bəli mənim. Olmazmı? Olar. Sual. 30 müəllim 30. 30-a baxa bilərik müəllim. Niyə baxmıyor ki? 30. Cavab gəlmişik suala baxmağa da. 30. 30'da nə var? Bu qarşılıqlı bucaqlardır. Qarşılıqlı. 1, 2, 3 və 4. Burada bucaq 1, bucaq 2, bucaq 3 və bucaq 4 cəmi nə qədərdir? 360. 360. Tam bucaq 360. 360. 360. Şərtdə deyib ki, bucaq 1, bucaq 4 plus bucaq 2 300'dür. 360-dan 300-ün çıxırıq, o da eləyir. Bəli, bir dənə burada üçüncü bucaq yoxdur. Bəli, Orada mənim, bucaq 60 3 nə olur. qədər imiş? 60. 60 60. dərəcə. Aydın olmadı. Aydındır mənim. Aydın Oldu. müəllim. Davam edək. Sual. 34 mənim. 32. 32'ye baxacaq. 32-ci sualda A, O, B, bu da S. A, O, S bucağı. Bilmirəm, suala baxaq. Nə qədərdir? 15 dərəcə. S, O, B bucağı nə qədərdir? 20 dərəcə. Deyir 20 A, dərəcə. O, B bucağını tapın. 35. 35 dərəcə. Davam edək. 35-ci suala baxaq mənim. 34.
34-ə baxaq. Eyni sual, 35-ə baxaq. Nə fərqi var ki? 35-ci sualda A, M, N, Y, E, bu da olsun B. AB parçası 5 bərabər hissəyə bölünür. Bax, bütün bu hissələr hamısı bir-birinə nədir? Bərabər. 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 Deyir, məsələn, bura x-dirsə, hamısı x-dir. Buradan bura, buradan bura, buradan bura, buradan bura, buradan bura. Hamısı x və x olaraq bölünür. 5 bərabər hissəyə bölünür. Deyir ki, MF bölünsün N-Y-ni tap. M-dən F-ə nə qədərdir? 3x müəllim. 3x. Bəs N-dən Y-yə nə qədərdir? Haycan? X müəllim, x. X. Olacaq olur. Aydın olmadı? Aydındır müəllim. Buyurun. Müəllim, bəs 34-də Baxaq, yaxşı. Yenə AB-ni verib. M, 5 bərabər hissəyə bölünür. Y, F. Yenə 5 bərabər hissəyə bölünür. Deyir, MB bölünsün A-N-i tap. M-dən B-yə nə qədərdir? 4x. A-N nə qədərdir? X bərabərdir 4-ə. 4-ə bərabər. 2. 2-yə bərabər axı. Niyə 4 olsun? ki, tapırsınız ki, Şey var. məsələn, aralarındakı məsafəni. Aydın olmadı? Məsələn, MB arasında məsafəni necə tapırsınız? Hə. Sənə deyirsin ki, Arasındakı xislərlə. AB parçası 5 bərabər hissəyə bölünür. Bəli. Hər hissənin uzunluğunu götürürəm x. A-dan M-ə x-dir, M-dən N-ə x-dir, x-dir, x-dir və x-dir. Yəni 5 dənə bərabər hissəyə bölünür. Deyir ki, MB məsafəsi bax, MB. İndi M-dən B-yə nə qədər məsafə var? 1, 2, 3, 4. Məsələn, hər ara məsafəsi 10 isə olacaq tutaq ki 40. Bölünsün AN. A-dan N-ə nə qədər məsafə var? 1, 2. Məsələn, hər məsafə 10 isə olacaq 20 tutaq ki. 40 bölü 20 saniyə verəcək 2. Və ya 4x bölünsün 2x bərabərdir 2. Bəli, mən. Baxaq dəniz bir daha. Mən yox, anladım. Tamam, Sağ nə ol. gözəl. Sən də sağ ol. Davam eləyək. Buyurun. 38 müəllim. 38. 38. 38. BD şurası ABC düz... Yazmamışam. Necə? 37-ni. Aha, yazım qaydaramda yazım. Yaxşımı? Bax, Yaxşı. ABC düz bucaqdır. Görürsən mən? ABC düz bucağını nə edirik biz? Dərya işləmişəm 38-i. Səsin Bəli, gəlmir. müəllim. Nə danışırsan? Bəli. ABC düz bucağını bir dənə BD şüası bölüb. Bax, BD şüası. Və Böləndi. bilirsiniz nə idi? Bölübdür ABC üst bucağı, ABC düz bucağının, yəni 90 dərəcənin 18-də 5 hissəsinə bərabər olan 90-ın 18-dən 5-i neçədir? 25. 25. 25 dərəcə olan DBC bucağını ayırır. Yazsam ev yox. DBC. Onda bu bucaq nə qədərdir? 25. Bax, deyir 25. ABC bucağının 18-də 5 hissəsi olan DBC bucağını ayır. DBC bucağı neçə oldu? 25. Onda 25. ABD bucağı nə qədər qalır, qardaş? 90. 65. 90-dan 65. 25-in 65 Cəmi müəllim. 90 axı. 90-ın 25-i getdi, 65, qaldı 65 dərəcə. 25 çıxanda 90-dan da. Bizə 65'i qaldı. sualı mən düzgün oxumadım. Bizə deyir ki, 18-də 5 hissəsi olan ABD, şəkil düzəlmişəm əslində. ABD bucağını ayırır. Yuxarı 25-dir. Onda aşağı 65-dir. DBC bucağını istəyir. ABD bucağı 25 imiş. Və gəlin bu sual bir də yazıram mən.
Yəni 39-u. MNK açıq bucağın verib. N, bu nədir? K. KNO. KNO. Bir dənə NO şüası çəkib. Görürsünüz, yazdım. NO şüası. Deyir, NO şüası MNK açıq bucağının 15-də 8 hissəsi olan, əvvəlcə açıq bucaq 180. Bunun da 15-də 8-i nə qədər edir? 12 eləmi? 96 edirsən. 96 dərəcə olan KNO bucağını ayırır. Yəni, onda belə çıxır ki, 180-dan 96-sını çıxmalıyıq. 84. KNO bucağı 96. İmam bucaq nə qədər idi? 180. Bunun 96 getsə 84-də qalır. Onda 84. MNO bucağı 84 dərəcə olur. 84 müəllim. Aydın olmadı. Aydındır müəllim. Bir də baxın ya. Aydındır. Onda biz keçirik. Deyəsən Fatimənin sualı qalmışdı 37-də səhv etmirəmsə. Aha. 37-ci sual. Bizə qarşılıqlı bucağı verib. 50 dərəcə, beta, alfa. Alfanın, daha sonra 50 dərəcənin qarşı bucağı yenə nə qədərdir? 50. Bəs 50-nin qarşı bucağı nə qədərdir? 130. 130. 130. Sənə deyir ki, alfa minus betanı təyin et. 130 minus 50 olacaq 80. Rəşdət müəllim. Problem varmı? Deyil. Xeyr. Tamam. Davam edirik. 45'e kadar sual. 42. 43. 42 senin sualdır. Mesela bu 42'ye. Yine açıq bucağı verib. A, O, B bucağı. İki dənə şüa ilə bölünüb. C və D. Görürsən mi? Burada bu işarəni qoyub. Bu nəyə göstərir? Fatimə artıq bildin mi nəyə göstərdiyini? Perpendikulyar. Perpendikulyar. Yəni Düz bucaq. 90 dərəcədir. Yəni. Əgər elədirsə, Dərya, sağ tərəfdəki bucaq nə qədərdir? 40 dərəcə. Burada ümumi bucaq nə qədər idi? Açıq bucaqdır da. 180 eləmi? 80 dərəcə. Yəni 180. alfanın, 90-ın və 40-ın cəmi sənə 180 verməlidir. Qalacaq nə qədər? 50 dərəcə. 50. Olmur? 50. Olur mənim. Olur. Maytaban, sənin heç sualın yoxdurmu? Mən dedim də 42-ni. Eləmi? Eləmi? Gözündən Gözündən qaçır. Sual. 44-də baxaq. 44. Müəllim 45. 44. Rahim, mikrofon aça bilərsən? Bəli müəllim. Sual 44 işləmirsənmi? Xeyr müəllim, səhvdir məndə. Harası xeyr oldu bunun? Rahim, burada deyir ki, A və B düz xətti paraleldir. Ki, əgər bu paraleldirsə, üçüncü düz xətlə kəsildirsə, burada bucaqlar alınırdı. Burada alfa və betanın adı nə idi demişdik? Daxili bir tərəfli. Sağ ol. Daxili bir tərəfli bucaqlar. Xarici bir tərəfli. Xarici bir tərəfli. Daxili bir tərəfli bucaqların cəmi, yəni belə də baxanda bunun biri iti bucaqdır, biri kör bucaqdır da, eləmi? Daxili bir tərəfli bucaqların cəmi nə qədərdir? 180. 180 dərəcə. 80. Bu aydın məsələ. Və sənə şərtdə deyibdi ki, betanın qiyməti 2 alfaya bərabərdir. Alfa, betan yerə 2 alfa 180. Bax, betan yerə 2 alfaya bərabərdir. 3 alfa 180-də bərabərdirsə, x də bərabərdir 60. Yəni, alfamız 60-dır. Alfa 60-dırsa, onda betada 120-dir. Nə istəyirsən mən? Alfanı tap. Olarmı? Bəli. Olar. 60. Deyərsən, sən 44 demişdin, hə Rahim? 45 müəllim, 45. Hə, 45, 40-dan da baxdıq da. 45. Eyni sualdır. Paralel düz xətt, kəsən. Alfa və beta bura nədir? Daxili bir tərəfli bucaqlar. Daxili bir tərəfli Biri iti bucaq. bucaq, biri kör bucaq. Bunların cəmi nə qədərdir?
180. 180. Və beta özü 5 alfaya bərabərdir. Alfa plus 5 alfa 180. Alfa Altı 25 alfa. 30. 6. Biri 30, biri 150. 6. 150. Hı hı. 150. Deyin görək. Mənim 46. Bax 46. C, O, B bucağı, əvvəl nəyə baxaq? Deyir ki, B, O, D bucağı C, O, D bucağına bərabərdir. Yəni, bunlar bir-birinə bərabərdir. Və C, O, B bucağı 120-dir. 120-cə bölünür. 60, 60. 60. Bu 120 isə burada nə qədər qalır? Bu da qalır 60. 60. Və sənə deyir ki, bucaq A, O, D-ni tap. A, O, D bucağını tapırsansa, belə deyək də, bura qədər 60-ı bura qədər 60. 180'dan 120 müsaade kalacak 60. 180'dan 120 sayacaq. 120-yə çıxırsan ki, sən A, O, D bucağını istəyirik. A, O, seni istəmirəm. A, 120 O, verirəm. D-ni istəyir. Buranı istəyir. 100 cavab 120-dir. Bəli. 60 və 60, 120. 55'ə, 54'ə qədər sual. Buyurun. 50. 51. 51. 51. 50. 50. Baxacaq, 51 al, geri qaytaraq. Açıq bucağı verib. Bölünüb 2 hissəyə. Beta plus 20, alfa plus 10. Bunlar qonşu bucaqlardır. Bu qonşu bucaqların cəmi beta plus 20 ilə alfa plus 10-un cəmi 180. Onda alfa plus beta 150. Bizə bunu istəyir. Aydın olmadı. 20 ilə 10 cəmi 30, keçsəyə olur 150. Sual 50-yə baxaq. 50 mənim. Uyğun tərəfi paralel olan bucaqlar. Yenə bayaqki sual. Ya eyni adlı, ya müxtəlif adlıdır. Amma deyir, biri opsiyon 18 dəfə, bunların deyir, fərqi 18-dir. Bunların fərqi 18-dirsə, bunlar bir-birinə bərabər deyil. Bərabər deyil mənim. Biri alfadırsa, biri betadırsa, fərqi 18-dirsə, onda fərqlidirsə, alfa ilə betanın cəmi nə qədərdir? 180. Yendirəm. Əgər uyğun tərəfi paraleldir, ya da uyğun tərəf perpendikulyardırsa, fərqi 0 verirsə, yəni bunlar bir-birinə bərabərdirsə, aydın məsələ, başqa. Amma fərqi 18-dirsə, bunlar bir-birinə bərabər deyil. Ona cəmi 180-dir. Toplasa 2 alfa olacaq 198, alfa olacaq 99. Bəli. Onda beta olacaq neçə? 81. 81. 55'ə qədər sual. 54. 52. 52'yə baxaq. 155 dərəcəlik bucaq. Bir dənə çəkli kör bucaq. Nə qədərdir? 155'dir. Buradan bir dənə şua keçir və bucağı 2 hissəyə bölür. Biri olsun alfa, biri olsun beta. Tam bölmür, yox. Deyir, bu alfa ilə beta'nın fərqi 15'dir. Fikir verirsən? Bəs onda alfa ilə beta'nın cəmi nə qədər qardaş? 155. 150. 155. 155. Aha. Axıda 155 dərəcəlik bucaqdır cəmisi. Toplasaq yenə də onda olacaq 2 alfa bərabərdir 170. 170. Alfa bərabərdir nə qədər? 85. Onda beta nə qədərdir? 85. 70 dərəcə. Bəli. 70 müəllim. Aha. Cəmi 155, fərqi 15. Düzdür. Buyurun.
54. Müəllim, 53. 53 eşitdim deyəsən. 53-cü sualda buna 54. oxşar sualdır, yenə də baxaq ona. Hələ istəyən oldu, yox. Deyir, 120 dərəcəlik bucaq çəkdik. Buradan bir dənə şua keçirir və şua onu 2 hissəyə bölür, 1-in 2-yə. Bura x-dir, bura 2x-dir. Əgər 1-in 2-yə nisbətləndirsə. Yenə də bunların cəmi nə qədərdir? 120. Axı bucaq 120 idi. 120 bölür də 2 hissəyə. 3x olacaq, 120, x olacaq 40. 40 müəllim. Biri 40'dır, biri 80'dir. 54 dediniz. AC parçası, çəkilik bir dənə AB parçası, bu da bir dənə C ilə bölünür. Deyir, AC parçası AB-nin 20%-dir. A-dan B-yə məsafə nə qədərdir? 25, özü verir. 25 saniye. AC də bunun 20%-dir. 25-in 20%-i neçə edir? 5 eləmir ki. 5 müəllim, bəli. 5 Ondan buradan bura nə qədər qalır kişi? 20. 20. Sebə olacaq 20. Dərəcəli sual deyin. 59. 57. 58. 59. 56. 59. 59. 56 və 57 eyni sualdır. 57-yə baxarıq onda. 57 yazmışım. Bucağın tərəfləri arasından keçən şua onun kiçiyinin dərəcə ölçüsü bu olan iki bucağa ayırır. Bax, bir dənə bucaq var. Bir dənə şua keçir buradan. İki hissəyə ayırır. Bu bucaq və bu bucaq. Kiçik bucaq 24'dür. Gördünüz mü? Və bu ümumi bucağın, yəni alfanın 10^6 hissəsidir. Həmin o balaca 24. Yəni deyir ki, bir dənə bucağın arasından bir şua keçirilir. Bu həmin bucağın 10^6 hissəsi olan, yəni alfa nə qədərdirsə bilmirəm, 10^6 hissəsi olan bir 24 dərəcəyə bucaq ayırır. Demək, əlbəttə ki, alfa neçəymiş? Onu 24'ü böləcəyik neçəyə? 13'də 6'ya. 24'ü vuracaq 6'da 13'ə. 6'da 13'ə. Tərsinə çevirim 52. Ondan ümumi bucaq neçəymiş? 52 imiş. 52. 24'dürsə nə qədər qalar burada? 28 qalar yoxsa? 28. 28. Bəli. Aydındır? Bəli, müəllim. 59. Müəllim, 57'ni deyirsiniz siz. Dəqiqə. Bucağın arasına keçən şua geri qayıtmayacaq. Dərəcə ölçüsün nə idi ki? 110 bax. Müəllim, 28 dediniz, amma cavab E-dir, 52. Qızım, sən 28 bilsən biz nəyə aldıq? Digər bucaq aldıq. Yəni burada, bura 24'dür, bura neçədir? 28. Bizdən bütövüstür 52'ni olsun da. Bilmədin biz nə etdik? Bildim müəllim. Bizdən isə bütövüstür 52 dərəcəni. Davam edək. Sual 58 izləyərsən. 58'də. Bu o nöqtəsi. FOD bucağı 60'dır. Onda bu da 60'dır. Qarşı bucaq vardı. COE bucağı, COE bucağı. Deyə baxaq bu. Yəni 60 minus DOB bucağı. Deyə baxaq bu bucaq. Görürsünüz? DOB. Yəni bir alfa. 10 dərəcəyə bərabərdir. Onda alfa neçədir? 50. 50. Onda bu da 50'dir. Qarşılıqlıdır mənim. Əlbəttə. Deyir AOF bucağını tapın. Baxın, burada bir dənə belə açıq bucaq varmı? Bəli. COD. Nə qədər olmalıdır? 180. Burada 60 burada neçə eləyir? 110. 10. Nə qədər qalır?
70 dərəcə. 70. Olar? Yetmir. Olar müəllim. Bəli, müəllim. Yəqin 60-a baxacaq. Var. 60-cı sualda belə bir məqam verir bizə. 110-dur, 40-dır, bir alfa bucağını tap. Və sənə deyir ki, Müəllim 100 dərəcədir, müəllim, o 100 D1 dərəcə. ilə D2 bir-birinə bərabərdir. Hə, 100-dür. Hə, çox sağ diqqətin üçün. Deyir D1 ilə D2-ni tapın. Yazan var mı bu sualı? Xeyr, müəllim yazmamışam. Bax nə edək? Bu D1 xətti uzada bilərik. Aha, paralel düz xəttdə uzatmaq olar. Buradan D2 uzadaq, görürsünüz? Düz xətti istənilən qədər uzatmaq mümkündür. Bu da onu kəsən düz xətt. Bunlar paralel xəttlər olduğuna görə 110-dursa, bura yenidən neçədir? 100-dürsə, bura neçədir? 100-dür. Uyğun bucaqlardır da, düzdür. 100-ün qonşu bucağı nə qədərdir? 80. Burada bir üç bucaq aldıqmı? Üç bucağın daxil bucaqların cəmi nə qədərdir? 180. 80 nə qədərdir onda? 60. 60. 60. 60-ın qonşusu 120. onlar bucağı nə qədərdir? 120-dir. Aydın olmadı. Aydın müəllim. Aydındır müəllim. Davam edək. Buyurun. 62 müəllim, 62. 67. Mən elə bir yerə çağırıblar ki, nasıl tamam fikrimi qaldırdı. Bütün dərslər mən necə deyim. Sən sonraki dərslərdə hər dərsin yerini dəyişənlə qarşığa düşür. 62-ci suala baxaq. Uzunluğu A olan parça 4 bərabər hissəyə bölünmüşdür. Bir, 2, 3, 4. Görürsünüz. 4 bərabər hissəyə bölünübsə, ümumi uzunluğu A-dir. Onda hər birinə deyək A bölünsün 4, A bölünsün 4, A bölünsün 4, A bölünsün 4. Görürsünüz? Və yaxud da belə deyə bilərsən. X, 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 X. Bu da X. 4 dənə X-in cəmiyyəyə nəyə bərabərdir? A-ya. Gördünüz? Deyir ki, indi şərtdə 62-yə baxıq da. Birinci və üçüncünün ortasını birləşdirək. Bax, birincinin ortası ilə üçüncünün ortasını belə birləşdirirəm. Bax, birincinin ortası ilə üçüncünün orta hissəsi yenə sabit nə verəcək? X. A bölünsün 8. Plus, burada bir dənə qalır nə? X. X. Eləmi? Yəni 2x. 4x A-ya bərabərdir, hətta 2-yə bölərəm. Onda 2x nəyə bərabərdir? A bölünsün 2. A bölünsün 2. Yaxud da belə bilərdin. Bunun yarısı ilə üçüncünün yarısı sənə verəcək bir dənə nə bütöv? A bölünsün 4. Axı, hətta A bölünsün 4-dür. Bir də ortada bütöv nə var? A bölünsün 4. Orada 2A bölünsün 4 ya da A bölünsün 2. Yəni, fikirsən ki. 68-ə qədər deyin görək. 67 müəllim. Yaxşı olmadı. 67. 66 da var müəllim. 66-ya. Düz xətt üzərində nöqtəli qeyd olunur. İştirsən. Düz xətt üzərində n dənə nöqtə qeyd olunubsa, şüaların sayı nə qədər edir? Demişdik. 2. Məsələn, 10 nöqtə varsa 20 dənə şüa yaranırdı. 5 nöqtə varsa 10 dənə şüa yaranırdı. 5 belə, 5 sağa, 5 sola. Düz xətt daha. Hər tərəf sonsuz uzana bilər. İndi baxsan mı? Deyir, n dənə nöqtə var. N-ə baxın. Nə qədər şüa yaranıbdır? 10 dənə. Bax, n-lə qalsaq nə qədərdir? 10 dənə. Onda n-in sayı neçəymiş? 5 müəllim. 5. M dənə nöqtə var, baxırsınız, neçə dənə şüa yaranıb? 20 dənə. 20 dənə M müəllim. neçəymiş? 10. K nöqtə var. 4 dənə şüa yaranıb, onda K neçəymiş? 2. 2. 2 müəllim. Aydın olmadı. Oldu müəllim.
Aydındır müəllim. Bu qədər. Başqa? Mən 67-ni deyərdim. 67. 67 müəllim. 67 müəllim. Neçədir? 8. Ha. Barqrafda bucaqların növləri verilmişdir. Alfa bucağı hansı bucaqdır? İti bucaq. Çünki 90-dan 90 nədir? dərəcə. Kiçik. 90-dan kiçikdir, bax. 90 aşağıdadır. İti bucaq. Beta bucağı nə qədər? 90. Düz bucaq. 90 dərəcə. Düz bucaqlı. Qamma bucağı kordur. 90-dan böyükdür. 180-dən Uzaqdır. sit. Alfanın, betanın, qammanın cəmi 310. Beta 90-dır. Aradan çıxardaq. Alfa plus qamma hər dəfə 90 çıxsa qalacaq 220. Elə mi deyəsən? Bəli. Aha. İndi qammanın ən kiçik. Bu toplanın ən kiçik olması üçün bu toplanın nə olmalıdır? Ən böyük olmalıdır. 89 Sizcə müəllim. burada alfa ən böyük neçə ola bilər? 89. Axı iti 89. bucaqdır. 89 dərəcə ola bilər də. 89. Tam deməkdir. Bax, tam olmasa 89 dərəcə 59 dəqiqə 9 saniyə olar. Amma tam bucaqdır. 89 dərəcə plus qamma bərabərdir 220. Onda qamma da bərabərdir 220 çıxırsın 89. Nə eləyərsə eləyər bilmirəm. O da 131 ya da 131. 131 eləyim müəllim. 31. Oldu. Hə, deyin. Deyin suala baxaq. Mənim 69, 70. 70-ə baxaq. A, B, C, bu da nədir? D. D. Deyir ki, AB parçası, bax, bu parça BC-dən 3 dəfə böyükdür. BC-dən. BC isə CD-dən 4 dəfə böyükdür. Yəni CD x-dirsə bu nə qədərdir? 4x. AB də bundan 3 dəfə böyükdür. Nə qədərdir? 12x. 12x. Bu da 12x. əksi CD-dir. BC CD-dən 4 dəfə böyükdür. CD x isə BC 4x-dir. AB də bundan 3 dəfə böyükdür. 12x-dir. 12. Və sənə deyir ki, BC bölünsün AD-ni tap. BC, yəni 4x bölünsün AD. 17x. 4 bölünsün 17. Deyin, tez deyin sualları baxaq. 72. 72. 71. Eyni sualdır. Eyni sualda, eyni. Baxardıq da, prosta yəni eyni sualda baxsan işləyəsən inşallah biraz dərsin əsasən görə. 72. 72-ci sualda bu düz xəttlər paraleldir və bunu verib bizə. Bu 150-dir. Onda bura neçədir? 30. Axı cəmi 180 olmalıdır. Deyir ki, BC nöqtəsi ABD bucağının tənbüləndir. Yəni, bunlar bir-birinə bərabərdir. Bu 30-dursa, burada 150 qalır. Axı, yəni, cəmi təşkil olmalıdır. Bölünür 75, 75. Bu 75-dir. Onda bura nə qalır? 105. Bizin onu istəyir. Bizin 105 istəyir. Buyurun. Sual. Mən 75-ə baxa bilərik. 75. Deyir, bu tənbüləndir. Tənbülən isə bucaqlar bir-birinə bərabərdir. Biri 2x plus 25-dir, o birisi 5x minus 23-dür. Hansı ki, bu 2x plus 25 ilə 5x minus 23-ün cəmi də 180. Mən nə iş görəm. Bu tənbüləndirmi? Onda 2x plus 25 dərəcə 5x minus 23 dərəcəyə bərabərdir. Aha, bir-birinə bərabərdir, tənbüləndir.
Bəli. Əgər tənbüləndirsə, bu bucağa bərabərdir. Sağa sola keçirsək, 25 plus 23 keçir sola. Bərabərdir 5x minus 2x. Onda 3x bərabərdir 48, x bərabərdir 16. X 16-dırsa, neçə edir? 80 minus 23. 32 müəllim. 57 bax deyirsən, səhv edirəm mən. 32. Toplayanda elə eləyir müəllim. 57. 2-dən 6-ya vuranda 32 eləyir. 57 edirsən də? 57. Aha. Bəli, 57. Müəllim 57 eləyir. Yerdə qalan tapşırıqlar işləyə bilərsiniz. Bəli. Mən axıra kimi götürək. Bəli. Oldu. Sağ olun. Mən biraz tez çıxmalıyam. Sağ olun müəllim. Gecəniz xeyir. Sağ olun müəllim.